Bakü, Tbilisi qatarıyla yola düşürük birazdan. 6 illik fasilədən sonra qatarla Gürcüstana gedirik. Qatar biletimizi səyahətdən düz bir ay öncə, gecə saat 12-də biletlər açılarkən aldım. 6 bileti 81 manata, 6 bileti isə 85 manata aldım. Çalışın dəmir yollarının saytında öncədən qeydiyyatdan keçib və öz hesabınızı yaradasınız ki, bileti tez ala biləsiniz. Qatarlara gəldikdə biz 4 nəfərlik kupe seçmişdik. Qatarlar çox səliqəli və təmiz idi. Kupedə hər bir şəxs üçün ayrıca yataq dəsti, dəsmal və gigiyenik dəst, eyni zamanda bir ədəd suqu. Vaqonların hər birində ayaq yolu və duş kabini mövcuddur. Eyni zamanda qatarda restoran da fəaliyyət göstərir. Sərid məntəqəsində yoxlanışa gəlincə, qatar təxminən 1 saat Azərbaycan tərəfində, 1 saat isə Gürcüstan tərəfində yoxlanış üçün dayanır. Bu müddət ərzində qatarda film də izləyə bilərsiniz. Gürcüstan üçün sığorta almağı unutmayın. Biz 2 gün Tbilisini gəzdik, daha sonra isə qatarla Batumiyə yollandıq və geri dönüşümüzü Azərbaycan hava yolları ilə Batumi, Bakı reysi ilə etdik.